Mikail Müşfiqin Xızı rayonunun Sayarlar kəndində yerləşən Xatirə Muzeyinin və Muzeyə keçid körpüsünün təmiri ilə bağlı Mədəniyyət Nazirliyinə edilən müraciətə cavab ünvanlanıb. Pancov MTB APAya istinadən xəbər verir ki, 31 oktyabr tarixində ünvanlanan müraciətlər Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılıb. Bildirib ki, Fövqəladə Hallar Nazirliyinin tikintə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi mütəxəssisləri tərəfindən muzeyin binasına və ətraf əraziyə texniki baxış keçirilib. Baxış zamanı bina və ərazidə təmir və bərpa işlərinin yerinə yetirilməsi, səkilərin yenidən qurulması, piyada körpüsünün yenidən inşa edilməsi, Tıxlı çayının məcrasının təmizlənməsi, sahil bərkidilmə işlərinin aparılması və yerüstü suların idarə olunması üçün hazırlanacaq. Layihə sənədləri əsasında sözü gedən işlərin yerinə yetirilməsinin zəruriliyi müəyyən edilib. Mədəniyyət Naziri tərəfindən Müşfiq Muzeyinin binasının və ətraf ərazidə təmir işlərinin aparılması üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib. Qeyd edək ki, bu ilin yazında yağan yağışlardan sonra Mikail Müşfiqin Xızıda yerləşən Xatirə Muzeyi yararsız hala düşüb. Sel muzeyə keçid körpüsünü uçurub.